Son günlər moped idarə edən şəxslərə sürücülük vəsiqəsinin şamil edilməsi məsələsi müzakirə olunur. Bununla bağlı yol hərəkəti haqqında qanuna dəyişiklik təklifi irəli sürülüb. Layihənin əsas məqsədi mopedlərin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Sözgedən dəyişikliklərin tətbiqi nəticəsində moped sürücülərində məsuliyyət hissi formalaşacaq və onlar yol hərəkəti qaydalarına daha ciddi şəkildə əməl edəcəklər. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, mopedlərə sürücülük vəsiqəsinin verilməsi qaydaları ölkədən ölkəyə fərqlənir. Bu, mopedlərin mexaniki nəqliyyat vasitələri ilə eyni kateqoriyaya daxil edilməməsi ilə əlaqədardır. Belə ki, bəzi dövlətlərdə həmin nəqliyyat vasitələri üçün vəsiqə verən qurumlar avtomobil sürücüləri üçün məsul olan qurumdan fərqli olur. Məsələn, bəzi ölkələrdə var ki, onlara sürücülük vəsiqəsini və yaxud da buraxılış sənədini yerli icra hakimiyyətləri, bələdiyyələr verirlər. Yəni, əhaliyə yaxın olan bir yer. Onlar haradasa bir regional qeydiyyat imtahan məntəqəsinə geçsin filan, belə şeylərdən keçmirlər. Bizdə mexanik nəqliyyat vasitələri dövlət yol polisindən məktəbləşdirilmiş qaydada uçota alınır. Hamısına dövlət qeydiyyat nişanı verilir və s. Həmin o texnikalarında bu tipli uçotunu aparmaq, mən düşünürəm ki, biraz daha sadə olmalıdır, biraz başqa cür olmalıdır. Moped sürən şəxslərin sürücülük vəsiqəsi məsələsinə gəldikdə, burada yaş məhdudiyyəti də gündəmə gəlir. Belə ki, ölkəmizdə sürücülük vəsiqəsi vətəndaşlara yalnız 18 yaşdan etibarən verilir. Lakin moped idarə edən şəxslərin yaşı adətən 16-dan başlayır. Onda belə çıxır ki, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı yaş həddinə də yenidən baxıla bilər. Əgər madam ki, moped sürücüsünə, 16 yaşlı moped sürücüsünə sürücülük vəsiqəsi verilirsə, onda belə çıxır ki, 16 yaşlı vətəndaşa da avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi verilə bilər. Yəni, bu bir ehtimaldır. Amma madam ki, bu qanunda dəyişiklik edilir, onda bu kompleks bir məsələyə baxılması daha yaxşı olar. Həmçinin qanun layihəsində sözgedən minik vasitəsi üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması da nəzərdə tutulur. Bundan başqa, motosikletin və mopedin uzunluğu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yükü daşımaq qadağan edilir. Qeyd edək ki, bu ilin 9 ayı ərzində moped və motosikletin iştirakı ilə baş verən 32 yol nəqliyyat hadisəsi zamanı 10 nəfər həyatını itirib.